ata sən o qədər bizə lazımsan ki, o qədər sən bizə gərəksən ki, ya Rəbb, biz həqiqətən də ata, yaralı bədənlərlə sənin qarşıma gəldik. Yaralı düşüncələrlə sənin qarşıma gəldik. Qüsurlu şəkildə sənin qarşıma gəldik, ya Rəbb. Sən bizi görürdün, ya Rəbb. Qüsurlarımızı görürdün. Yaralarımızı görürdün. Axan qanımızı görürdün. Bizə qıymadın, ya Rəbb. Ya Rəbb, sevdin bizi, seçdin bizi. Sən bizə vədlər verdin. Sözlər verdin. Ya Rəbb. O qədər sevinç dolu. Sənin qarşına gəldik ki, ya Rəbb. Sənin huzurunda dayandıq ki, ya Rəbb. Çünki heç yerdə görməmişdik bunları, ya Rəbb. Heç bir yerdə biz tanış değildik bu gözəlliklərlə. Hər yerdə ata bir döyüş vardı. Hər yerdə, ya Rəbb, qüsurlar vardı. Yeganə sənin qarşına idi ki, ya Rəbb. Sən təmizləyirdin, sən təqdis edirdin, sən yuyurdun, sən nəsihət verirdin. Sənin sözün bizi dəyişdirirdi, ya Rəbb. Sənə şükürlər olsun, ya Rəbb. O qan axan yerlərimizi sən məlhəm edirdin, ya Rəbb. Vədlərinlə, ya Rəbb, sözünlə. Yaralı ürəklərimizi gördün. İçimizdə olan o düşüncələri, düzgün olmayan fikirləri gördün, ya Rəbb. Ya Rəbb, sənin kəlamın deyir ki, yeganə yardım yeri sənsən. Kömək yeri sənsən, ya Rəbb. Çünki sən qalamızsan bizim, ya Rəbb. Qayamızsan, ya Rəbb. Minnətdarıq biz sənə, ya Rəbb. Bizi bu dünyanın, bu xovundan, zincirindən azad etdiyin üçün, bizi tamamilə təmizlədiyin üçün, səmtimizi dəyişdirdiyin üçün, ya Rəbb. Biz bir zamanlar düzgün olmayan bir yollarda gedirdik. Qərarsız bir həyatımız vardı, ya Rəbb. Ancaq biz sənin vasitənlə bir qərar verdik. O da sənsən, ya Rəbb. Sənin yollarında yürümək. Sənin səmtlərini tanımaq. Sənin müşahidən altında yerimək. Şükürlər olsun, izzət olsun sənə. Gözlərimizin ata, qaranlığını sən yox etdin. Sən bizi işıqlandırdın. Bu işıq elə bili deyil, ya Rəbb. Parlayan bir dan ulduzu. Bir zamanlar görə bilmədiyimiz sahələri görə bildik, ya Rəbb. Düşünə bilmədiyimiz yerləri, fikirləri biz düşünə bildik, ya Rəbb. Anlamadığımız şəkildə yeriyirdik, ya Rəbb. Baxmırdıq. Tikanlar mı var? Bataqlıqdırmı? Quyudurmu? Sadəcə getmək istəyirdik, ya Rəbb. Hara gedəcəyimizi bilmədiyimiz şəkildə. Ancaq sən gəldin, ya Rəbb. Sənin gəlişin bizim həyatımızı. Sən necə ki dedin, yol mənəm. O yolunu bizə göstərdin, ya Rəbb. Sən bizi fiziklilikdən azad etdin. Cismanilikdən azad etdin. Və sən ata göstərdin bizə, ya Rəbb. Cismani həyat və ruhani həyat. Nə deməkdir? Ancaq bir zamanlar biz o qədər və o qədər bunlardan uzaq idik, ya Rəbb. Ayırt edə bilməzdik, ata. Cismani həyatın içində, məhvə doğru gedən yolun içində biz yürüyürdük, ya Rəbb. Ancaq sən gəldin, ata. Sənin gəlişin bizi azad etdi, ya Rəbb. Bizim üzərimizə örtülən. Dünyəvi örtüyü sən götürdün bizim üzərimizdən, ya Rəbb. Sanki biz ata o qədər orada rahat idik ki, daha da o örtü altına girirdik, ya Rəbb. Görünməmək üçün, qızınmaq üçün, gizlənmək üçün, qüsurlarımızı tamamilə o yerdə göstərməmək üçün, ya Rəbb. Ancaq sən gəldin, ya Rəbb.
O örtüyü götürdün ya Rəbb. O örtük bizim bütün həyatımızı dəyişdi ya Rəbb. Sənə şükürlər olsun. Gözlərimiz açıldı. Və biz artıq ayırd edə bildik. Yaxşı ilə pisi. Həqiqət bizim üçün açıldı. Sənin vasitənlə ya Rəbb. Sən var olan var olmuş atasan. Və öz varlığını ata bizim üzərimizdə bərqərar etdin. Ya Rəbb, bu gün əgər bizim dizlərimiz sənin qarşında bükülürsə, bu gün əgər biz sükut içində sənin qarşında dayana biliriksə və sənə bütün sirlərimizi aşkar edə biliriksə, çünki sən həqiqətən də onlardan aşkarsan. Ancaq sən bizim dilimizlə onları eşitmək, duymaq istəyirsən. Sən istəyirsən ki, biz həqiqətən səhvlərdə yaşadığımızı anlayaq, qüsurlarımızı ehtiraf edə bilək. Həqiqətən sən bizi ata. Bu yaralardan təmizləmək istəyirsən, ya Rəbb. Kəsib götürmək istəyirsən, ya Rəbb. Sən istəmirsən ki, biz bu yaralarda yaşayaq. Bizim qanlarımız axıdılsın. Həqiqətən, ya Rəbb, biz sənin qarşında sükut içində dayanırıq. Sağalmaq üçün. Düşüncəmiz, şuurumuzun sağalması üçün. Sənin nizamını, intizamını, səliqəni, səhmanı qəbul etmək üçün biz sənin qarşında dayanırıq. Huzurunu tamamilə qəbul edirik, ya Rəbb. Bu huzur elə belə deyil, ya Rəbb. Sənə şükürlər olsun. Minnətdarıq sənə bu gözəlliyi bizə bəxş etdiyin üçün. Bizi dünyanın hər bir vəziyyətindən azad etdiyin üçün. Bugün dünya var. Ancaq biz dünyadan deyilik. Biz bunu anladıq, ya Rəbb. Dünyada necə hərəkət etməyimizi, davranmağımızı anladıq, ya Rəbb. Bunu sən bizə öyrətdin. Sən bizə göstərdin. Bu dünyada nə etməyimizi, necə yeriməyimizi, necə danışmağımızı, necə insanlarla davranmağımızı. Sən bizi dünyanın bu xovundan, ikiyüzlüyündən azad etdin, ata. Artıq biz düşünmürük ki, insanlar bizim haqqımızda nə düşünür. Biz sadəcə sənin bizim üçün nə düşündüyünü, ya Rəbb, vacib bilirik. Çünki əsas budur, ya Rəbb. Sən bizi necə görürsənsə, ata, necə görmək istəyirsənsə, ata, biz artıq o cür yaşamaq istəyirik, ya Rəbb. Sənə şükürlər olsun, ata, bunların hamısı. Və hamısı sənin sayəndə. Halleluya. Halleluya, ata. Minnətdarıq sənə. Ata, oğul, müqəddəs ruh naminə. Amin.